Fərəc bəy, həftələrdir sizinlə İranda baş verən prosesləri müzakirə edirik, danışırıq, ehtimallarımızı səsləndiririk. İndi isə artıq vəziyyət elə bir yerə gəlib çatıb ki, İranın rəhbəri, ali din rəhbəri belə bir açıqlama verir ki, onlar qarşısında milləti görəcək. Çox kritik açıqlamadır. Həm bu məsələnin təhlilini sizdən eşitmək istəyərdik, həm də ortada bir şey yoxkən Türkiyəni hədəf alan, Türkiyəni də Amerikadan, Britaniyadan ayırmayan İran rejimindən söhbət gedir. Buyurun, söz sizdədir. Əvvəl üçün təşəkkür edirəm. Biz bu məsələni dəfələrlə müzakirə etmişik. İndi bu baş verəndən gərək bizə təcrübə görsənməsin. Nə qədər ki, İran imperiyası mövcuddur, onlar həm Quzey Azərbaycan Respublikasının, bizim dövlətimizin var olmasında və Türkiyənin də var olmasında maraqlı deyirlər. Onlar mütəmadi olaraq bütün hərəkətlərində Azərbaycana qarşı mübarizə aparıbdılar, Türkiyəyə qarşı mübarizə aparıbdılar. Forma fərqli olsa da mahiyyət etibarının bu iki dövlətin zəif olmasında həmişə maraqlı oldular. Ən azından ona görə ki, o imperiyanın, İran imperiyasının tərkibində işğalda qalan 40 milyon Azərbaycan türkünün motivasiya olmaması, pozitiv bir şeylər görməməsi və güclü qardaşlarının olmaması baxımından bu işi görürdülər. Çünki Rusiyanın və İranın yalnız bu insutlaşmış bir siyasəti olubdur ki, imperiya siyasətini qoruyub saxlamaq və inkişaf elətdirmək. Və bilirlər ki, İran imperiyasının taleyi də orada Güney Azərbaycanda olan bizim soydaşlardan asılıdır. Onların belə bir orada klassik deyim var ki, inqilablar Təbriz bazarından başlayır. Hətta bu cür belə bir deyim vardır. Güney Azərbaycanda hər hansı bir ayaqlanma, hər hansı bir qalxınma başa düşürlər ki, İran imperiyasının sonu olacaqdır. İndi belə rahat danışmaq və yaxud da ki, deyir ki, millətlər olacaqdır Azərbaycan türklərinin qarşısında. Əvvəla orada olan bir çox millətlərin də özlərinin ciddi etirazları vardı. İstəyir bəluclar olsun, istəyir ərəblər olsun, istəyir orada lorlar olsun, ya kürdlər olsun hətta. Onların da etirazları vardı və türkmənlərin də etirazları vardı. Onlar da orada ciddi şəkildə təşkilatlanıblar və əslində Azərbaycan türklərinin orada atacağı addım və əldə edəcəyi nailiyyət də onların nailiyyəti kimi qələmə verilir, elə qəbul edirlər. O, indi bunlar güya ki, kimisə Azərbaycana qarşı qoya bilərlər kimi çağrışları nağıldır və sadəcə ona hesablanıb ki, gələcəkdə Azərbaycanda, əgər Güney Azərbaycanda hərəkətlənmə olarsa, insanların qabağına güya mülki adamları, bəzi millətləri çıxartdılar deyə, mülki formada özlərinin o bəşitçilərini, əskərlərini çıxartsınlar. Göründüyü qədər belə bir hardasa forma hazırlanır. Amma məncə İran çox ciddi şəkildə dəyişmək məqamı ilə artıq üz-üzədir. Bunu anlayır, başa düşür. Hamıya meydan oxumaq. Sizcə artıq o məqam yetişibmi? Artıq o zamanı mı yaşayırıq? Təbii, həm daxildəki qüvvələrə meydan oxuması, həm xaricdə hamıya meydan oxuması, hətta Türkiyə belə meydan oxuması onu göstərir ki, bunlar vabanç deyirlər də, belə bir aklınca artıq bütün hər şeyi buraxıb gedirlər, nə olar olaraq belə bir məsələ vəziyyət yaralıbdır. Amma söhbət nədən gedir? Bəzən Azərbaycan Milli Azadlıq Hərəkatının güneydə xüsusən xarici amillərin əlaqələndirirlər, amma mən istəyirəm ki, bildirim ki, xarici dövlətlərin İrana münasibəti zaman-zaman dəyişkən oldu. Böyük güclərin münasibətləri dəyişkən oldu. Amma 1828-ci ildən sonra mütəmadi olaraq Güney Azərbaycanda hərəkatlar olubdu və etirazlar olubdu. Heç vaxt sənciməydi. İstəyir Səttarxan dönəmində olsun, Pişəvəri dönəmində olsun, Şeyx Yabanı dönəmində olsun, 79-cu ildə indi bunu Xameyni'nin adından yazılar, amma Şəriət Mədarinin rəhbərliyi ilə olan o inqilab olsun. Azərbaycan türkləri mütəmadi olaraq etiraz edildilər və bu etirazlar da zaman-zaman da qələbə ilə nəticələnir. Sonralarda xəyrət nəticəsində etirazların yaratdığı o hakimiyyətləri, müstəqil, xalqın müstəqil qurumlarını ləğv ediblər, məhv ediblər, dar ağacına aparıblar. Amma heç bir qalxınma nəticəsiz qalmır. Və belə bir vəziyyətdə indi İranın Azərbaycan türklərinə qarşı belə meydan oxuması onu göstərir ki, İran öz mahiyyətini əl çəkmək istəmir. Biz çox sadə bir resept var. Hamıya meydan oxumaqdansa, hamıya güc nümayiş etdirməyə çalışmaqdansa, bütün bu destruktiv məsələlər üçün pul xərcləməkdənsə, öz daxilində islahatlara getmək, bütün millətlərin haqqını tanımaq, bəşəriyyəti nüvə silahlarından, başqa təhdidlərlə təhdid etməmək, proksi qüvvələri silahlandırmamaq xətti götürmək, həm iqtisadi cəhətdən onlara sərfəli olardı, həm də barış dövləti kimi tanına bilərlər. Deməli, bunların mahiyyətində bu yoxdur. Yalnız ambisiyalar vardı, rejimi qoruyub saxlamaq vardı və bütün milləti də, dövləti də hər şeydə
O bir qrup mollanın mənafeyinə qurban vermək vardır. Baxın, orada gələcəkdə qalxınma olarsa, milləti qarşılarında görəcəklər məsələsi. Hətta daxildə rahat şəkildə cəmiyyətdə parçalanma, qarşıdurma, vətəndaş müharibəsini belə demək olar ki, bunlar təşviq edilir. Hörmətli Fərəc bəy, bu məqamda mən istəyərdim bir haşiyə çıxaq. Deməli, sizə əlavə sualım olacaq. Çox önəmli bir məqama gəldik. Xameneyin açıqlamasında kritik bir cümlə var. Tarixi təcrübə bunu göstərib ki, millət özü cavabını verəcək. Və biz həm Güneyli soydaşlarımızla, həm Azərbaycandakı, Quzey Azərbaycandakı dəyərli ekspertlərimizlə müzakirəmiz zamanı bu fikrə qarşı bu deməli ehtimalı alternativi qoyurlar ki, Xameneyi keçmiş dövrə gedib çıxıb ki, xarici təhdidlər olduğu zaman həqiqətən İranda bir birləşmə, kilitlənmə olurdu. Ancaq indi o dövr deyil. Sizcə Xameneyi həm də ondan narahatdırmı ki, Donald Trump administrasiyası İranla bağlı addımlar atanda həqiqətən yerdəki, ölkədəki narazı qruplar üzə çıxacaq? Baxın, mən elə məsələni ora gətirmək istəyirdim ki, bunlar düşünmüş şəkildə hamıya meydan oxuyurlar, təhdidlərə yol verirlər, islahatlara isə getmirlər. Halbuki islahatlar daha səmərəli yoldur. Niyə təhdidlərə gedirlər? Müharibəni arzuluyurlar. Belə məqamlarda İranın canını qutara biləcək, Rusiya və İran belə reseptlərdən istifadə edibdir. Yalnız müharibələr olur. Müharibə olanda daxili faktor olaraqdan bütün millətləri vətənçilik ideyası ətrafında birləşdirməyə nail olurlar və yaxud da insanları səfərbər edib savaşlara göndərəndə etiraz edənləri rahat şəkildə cəzalandıra bilirlər ki, vətən uğrunda döyüşmürlər. Və kimləri səfərbər edirlər? Paşanar hissələri. Azərbaycan türklərini İran-İraq müharibəsində nə qədər qırdırdılar? Xatırlayırsınızmı? Bütün şəhidlərin 70%-dən çoxusu Azərbaycan türkləri idi o zaman, o müharibə dönənlərin. Onlar hamısı paşanar hissələri idi, inqilabı eləyən hissələri idilər. Və bilərəkdən o müharibəni yaratdılar, uzatdılar və insanları qırğına verdilər. Bu gün də onlar artıq heç bir istifadə getməyəcəklərini bilirlər. Ölkənin sosial durumunu yaxşılaşdırmağın mümkün olmadığını bilirlər. Proksi qüvvələrin əlində artıq İranın özünün aləti olduğu vəziyyət gəlib yaranıb. Yəni dünənə qədər proksi qüvvələr bunlar işlədirdilər. İndi proksi qüvvələr bunlardan tələb edirlər ki, bizim bu tələblərimizə qarşı bizi silahlandırın falan falan. Ama bu yaxın günlərdə Husilərlə bağlı bir İran generalı bildirdi ki, bizə nə aidiyyatı var ki, Husi kimi vurur, kim Husini vurur, bizə buna heç bir aidiyyatı yoxdur. Bəli. Artıq bir da əl çəkirlər bundan. Eyni məsələ Həmasla da baş vermişdi və Həmas lideri Tehrana gələndə də onu öldürdülər və mən yenə onu bildirirəm ki, onun hələ kimin öldürməyi də məlum deyil. İran bunu Amerika mı öldürdü, İsrail mi öldürdü, yoxsa özləri mi öldürdü? Bu da bir sualdır. Yəni, sizi mən bu məsələdə tamamilə təsdiqləyirəm, sözü qüvvət verirəm ki, İran daha çox müharibə eləmək, bəlkə bu son çıxış yolu olaraq həm vətənçilik adı altında, saxta vətənçilik adı altında o millətləri bir yerə gətirmək, xarici qüvvələrlə döyüşdürmək və həm də o ət maşınından paşanar hissəli keçirmək istəyirlər. Bax, bunun mahiyyəti təhlükəli tərəfi də əslində budur. Üstəlik də Türkiyə meydan oxumaqda da məqsədi nədir ibarətdir. Artıq İranın o ümmətçiliklə, bir şuarla İslam dünyasının lideri roluna, saxta bir rolu ki var idi, deyir mən liderəm. Bu da artıq tamamilə fiyasko uğradığından, İslam dünyasında lider olaraq Ankara qəbul olunduğundan çox qısqanc bir vəziyyətdədir və istəyir ki, həm Amerikanı fiziki mənada, yəni toqquşmalarda üz istəyir Türkiyəni, həm fiziki toqquşmalarda zəif salsın, həm də imicinə zərbə vurmaq istəyir ki, adın çəkdiyi dövlətlərin yanında İsraillə, Amerikanın yanında, Türkiyədə bilərəkdən adını çəkir ki, siz Türkiyə, yəni Amerikanın İsrailin yanında dayanıb ki, İsraillə də Amerika Fələstin məsələsində, başqa məsələlərdə ki, xətti İslam dünyasına uyğun deyil, bu məsələdə imicinə zərbə vurmaq istəyir. Amma əslində Türkiyə yeganə dövlətdir ki, Fələstin məsələsində başqa müsəlman dövlətlərin harda bir bizim o deyək ki, məzlum İslam dövləti olubdursa və yaxud da baskıya məruz qalıbsa, ilk səsini qaldıran, yardım edən Türkiyə olubdur. İran hansı köməkliyi, hansı dəstəyə veribdir? Yalnız terrorçu qruplara dəstəkləyib, öz mənfəəti ilə bağlı təriqətçilik, savaşlar açmaqla deyil ki. Yəni, bu çox başlı oyun əslində. Amma mən hesab edirəm ki, bu qədər böyük bir neçə cəbhədə hamıya savaş açmaq, meydan oxumaq İranın başına görə deyil. Artıq İranın o heç bir resursu yoxdur. Həm maddi resursu, hərbi resursu. Bunu da dünya da dişinə vurdu, gördü. Biz də dişimizə vurub gördük onların o Araz qırağındakı məsələlərini. Güney Azərbaycan türkləri də istənilən bir dənə bir şuarla ortaya çıxanda bunların durumunu gördük. Təkcə İran prezidentinin 2 beyt Azərbaycan türkçəsində şeir deməsində belə bunlar lərziyə düşürlər və qorxuya düşür. Adamın qabağına aparıb bir
kağız parçası qoyurlar ki, sən türkçə danışma. Bu qədər qorxaq, bu qədər rəzil bir vəziyyətdədir. Amma əslində də təhlükə də əslində oradan yaranır. Belə qorxaq, ölümə məhkum olan dövlətlər çalışırlar ki, özləri ilə bərabər cəhənnəmə başqalarını da aparsınlar. O mənada onlar meydan oxuyurlar və müharibəni əslində onlar arzulayırlar. Onlar müharibədən yayınmaq istəmirlər. Nəticə nə olursa olsun. Çünki bilirlər ki, ya belə ya elə, ya islahatlarla, ya daxili çatışmalarla, ya xaricdən baskılarla zaten bunlar dəyişməyə məhkumdurlar. Trump'ın son açıqlamalarında gördü zaten. Açıq şəkildə sizi bombalayacaq deyir. Əgər siz məsələlərə sülhə gəlməsəz, nüvə məsələlərində geri çəkilməsəz. Bu ehtimalı necə dəyərləndirirsiniz? Artıq sizcə əvvəllər misal üçün tamaşaçılarımız da yazır ki, Amerika Birləşmiş Ştatları artıq neçənci dəfədir bunu deyir. Ancaq məncə Trump'ı bir qədər fərqləndirməli deyilikmi o məsələlərdə? Təbii mən indi Trump'ın davranışı ilə ölçmürəm bu məsələləri, amma hər halda o təzyiqlər vardı. Laf sanksiyalarla olsun və yaxud da daxildə ayaqlanmalar olsun və yaxud da nöqtə vuruşlar olsun. Tutaq ki, İranın bəslər yaşayan, yerləşən hərbi bazaları olsun, ya deyək ki, bu şəhər və başqa yerlərdə nüvə reaktorları olan yerlər olsun, raketləri, gəmilər olan yerlər olsun. Bunları vurmağa mən Trump'ın o dünya görüşü ilə, daha çox onun yanaşmasından dəyərləndirmirəm. Mən hesab edirəm ki, İran siyasəti, Amerikan-İran siyasəti daha çox qaynaqlanan yer İsraildir və İsrail siyasətində İrana münasibət mütləq şəkildə Amerika yansıyır və Amerika daha çox bu İsrailin dilində danışır. O İsrailin boğazı olaraqdan danışır, onun istəkləri ilə danışır və onlar da mütləq şəkildə bu İranın nüvə reaktorlarının sıradan çıxması və nüvə silahını əldə etməməsi üçün çaba göstərirlər. Hətta belə məsələlər var ki, düşünürlər ki, hətta bəlkə bunlar uranı o səviyyədə zənginləşdirib, bəlkə əllərində bir neçə atom bombası belə ola bilər. Çox narahatlar bu məsələlərdə. Amma məncə şərtlər o qədər gəlib yetişibdir ki, İran bütün məsələlərdə artıq qarışdırıcı mövqedən çıxış edir. Yaxın şərq siyasətinə mane olur. Qafqazlarda mane olur. Konkret bizim deyək ki, Zəngəzur məsələsinin bağlı olan. Ukrayna məsələsində Rusiyanın yanındadır. Dronların verir, başqa silahların verir, qanadlı raketlər verir, ballistik raketlər verir falan, dəstək verir. Nə bilim, Şimali Koreyanın oradan əməkdaşlıq edir. Orta Asiya bir formada müdaxilə eləmək istəyir, özünün proksi qüvvələri ilə. Hər yerdə, İranın da daxilində millətləri əzməklə məşğuldur. Belə vəziyyətdə dünyanın çox geopolitik həssas nöqtəsi olan, kilit nöqtələrdən biri olan bu ərazidə İranın bu formada qalmasını heç kim qəbullana bilməz. Yəni ona görə Amerikanın hansı xəttidə, hansı formada, bu artıq deyək ki, detaldır da, formadır. Nə formada təzyiq eləyəcəyini qoyaq qırağa, amma mütləq şəkildə artıq bir mexanizm işə düşəcək və İranın dəyişilməsinə çalışacaqlar. Bu mənada Azərbaycan tərəfi də təbii ki, xüsusən Güney Azərbaycanlar və kənarda dünyanın müxtəlif yerlərində yaşayan Güney Azərbaycan nəzərdə tutan çox ciddi şəkildə hazırlıq içərisində olmalıdırlar. Təşkilatlar birləşməlidirlər, biz sizlə keçsinlər də bu söhbəti danışdıq, bir koordinasiya mərkəzi yaratmalıdırlar. Bəs biz nə etməliyik Fərəc bəy? Baxın, Urmu məsələsi, mən ötən dəfəki verilişlərimizdə bu məsələyə mən xüsusi yer ayırmışdım. Deməli, Urmu məsələsini mən razılaşmaya bilərsiniz təbii ki. Zəngəzur dəhlizi qədər milli strateji əhəmiyyətinin olduğunu düşünürəm. Türkiyə ilə sərhəddə olan Urmu şəhərində türklərin kompakt şəkildə yaşamasının qarşısını alıb yerinə Kürd qruplarını yerləşdirmək, bilirsiniz mənə nəyə xatırlatdı? Biz ötən əsrin 20-ci ilində, misal üçün, Zəngəzurun bizdən alınaraq göz görə Ermənistana verilməsi üzərindən bir əsrdən çox müddət keçib, biz hələ də onun üçün mübarizə aparırıq və bəzən tənqid edirik bəzi o dövrü filan. Mən istəmərəm ki, misal üçün, bir əsr sonra biz eyni şeyləri Urmu üçün deyək, digər bölgələrimiz üçün deyək. O nöqteyi nəzərdən biz və Türkiyə Cumhuriyyəti nə etməliyik? Baxın bəy, pərdanın arxasında bir başqa şey də baş verir. İqtisadi pragmatizminə milli deməli kimlik, hərəkətlilik məsələsi olan platforma qarşı-qarşıyadır. Azərbaycan türkləri daha çox bugün o milli kimliyi hərəkətləndirmək, ayağa durmaq, bunu millətin özünün savunma yeri, bunç yeri, qalasına çevirmək haqqında həm də düşünürlər. Yəni bir xarici dövlətə söykənmirlər. Və gələcəkdə də millətin xilasını bunda görürlər. Milli kimliyi, bu milli dəyərin əslində gələcəkdə millətin bütövlükdə mühafizə olunmasının dəyəri kimi, ideologiyası kimi görürlər. Bunu mən xüsusi niyə qeyd edirəm? Amma xaricin də əsasən məsələlərdə
bir deməli iqtisadi pragmatizmi vardı. Onlar maraqları, iqtisadi maraqları onların öndədir. Bu çox ciddi amildir. Sabahları İran tərəfdə onlara bu pragmatizmə uyğun gələn bir davranış olarsa, rejim dəyişikliyi olarsa, Azərbaycanın nəzərdə tutduğu o platformanın heç həyata keçməsi də təbii ki mümkün olmaz. Biz ona görə işimizi onlarla qurmalı deyil. Yəni xaricdən nə baş verir, onlar nə istəyirlər, hansı formada uyğunlaşdırmaq başqa şeydir. Taktiki olaraq bu günləri günlük siyasətdə o baskılarla uyğunlaşmaq, o deyək ki, kənardan olan təzyiqlərdən istifadə etmək başqa şeydir. Amma Azərbaycan Türkünün milli davası özü bir alətə, bir vasitəyə, kiminsə əlində bir oyuncağa çevrilməli deyil. Bu çox təhlükəli bir məsələdir. İndi ona söhbətini gətirmək istəyirəm ki, Azərbaycan türkləri həm Güney Azərbaycanda, həm xaricdə olanda, həm də elə biz burada Güney Azərbaycanda baxışlarımızı doktrinləşdirməliyik. Və mən keçən dəfə də sizinlə söhbətdə bir ifadə işlətim söhbətinin sonunda ki, bugün Azərbaycan tərəfi ilə Türkiyə tərəfi İran məsələsini masaya yatırmalıdır. Orada ciddi şəkildə ortaq davranış artıq modelləşdirilməlidir. Bugün görürsünüz, artıq çoxdan da İranın deyək ki, Türkiyə haqqında fikir demirdilər, ağzına Türkiyə adı almırdılar, amma müxtəlif formada təzyiqlər edirlər təbii ki. Məsəl üçün, PEJAK-ı ayaqlandırırdılar, ya Kürt liderləri, yaralılar, başqaları gəlirdi, Tehranda falan yerlərdə müalicə alırdı, onları hətta silahlandırdılar, dəstək verirdilər. Urmiyada deməli, əhalini köçürtməklə orada əhalinin say tərkibində demografik dəyişikliklər eləməklə ki, sonda da artıq o qədər qudurğanlıq elədilər ki, o PKK-çılar gəlib, tonqallar qalıyıb, Urmiyə, Kürdistan demək həddinə qədər gəldi. Bunlar kim edir? Bunlar İranlılar təbii ki. Amma Türkiyənin adını artıq ifadə eləmək, onu təhdid eləmək səviyyəsinə qədər gəlibsə, bugün sizin sualınızı net cavabını mən belə verirəm ki, Türkiyə və Azərbaycan artıq bu dövlət tərəfindən açıq şəkildə təhdid olunursa ki, bir müddət əvvəl bizim prezidentimizi şərəfsizcəsinə təhqir eləmişdilər. Bir prezident məqamdır, bir şəxs deyil ki, o bir dövləti təhqir eləməkdir. Bizim dövlətimiz olmuşdur. Ona görə artıq bu məsələni masaya yatmaq lazımdır. Məncə açıq mövqe qoymaq zamanı gəlibdir və hətta mən hesab edirəm, böyük sanksiyalara qoşulmaq zamanı gəlibdir. İran zaten əlindən gələni eləyir. İran məsəl üçün nəyi eləyə bilər ki, etməyibdir bizə qarşı? Mən sual verirəm. Müharibədən, 44 günlük müharibədən əvvəl elədikləri separatçılara verdiyi dəstəyi görürdük. Silahın, sursatın, təlimatçıların, raket atacaq adamların, zabitlərin göndərmişlər ora. Maşın, avtomobillerin nömrələrindən görüldü, yanacaq dəstəyi verirdilər. Müharibənin gedişi M2 yolu ilə 9 yol silah sursatı kim daşıyırdı? Hardan gətirirdilər? İran arasında gətirib daşıyırdılar. Bizim ordumuz hücum edəndə kim onun qarşısını kəsildi? Bu siyahını uzatmaq ola, bunu hamımız bilir təbii ki. Mən sadəcə xatırlatmaq istəyirəm ki, İran tərəfi eləmək istədiyi nə varsa hamısını edir. Bir balaca bir söz deyim, bəlkə biraz da əhvalımız da dəyişər. Bu Mehri rayonunda Leyfas kəndi var. Orada birisini İran sancı, qonşu gəlib deyir, əzizat şükürlə, yaxşı qurancaq. Deyir, nəyə şükürlə, İrançı sancmaqlı sancıqdır. Bu İran daha neynəməlidir ki, bizə eləməkdir? Güneydə orada Azərbaycan türklərinin əzi, burada da bizə qarşı bütün əlindən gələn pisliklər edir. Ona görə mən hesab edirəm ki, həm də zamanıdır ki, mən hesab edirəm ki, dünyada cinahın harda olmağı müəyyənləşdirir. Azərbaycan Türkiyə məhvərində olmaqla Türk Dövlətlər Təşkilatı bizim müdafiə doktrinamızı həyata keçirən bir platformada o öz yerində, amma bizim artıq Qərblə, Amerikanla, başqa İsrail ilə bu İran məsələsində danışmağımız yerinə düşür, çəkinməyə ehtiyac yoxdur. Zaten bunlar onsuz da bunu eləyirlər. Azərbaycanı da təhdid edirlər onları. Demirdilər, İsrailin nəbim hərbi bazaları var Azərbaycanda. Ölkə prezidentimiz getdi Araz qırağında göstərdi. Dedi, bu yanmış rayonlardır. Baxın, bir dənə salamat otaq belə yoxdur. Hanı o bazalar deyirsiniz ki, burada İsrail bazaları var. Xatırlayırsınız o məsələni? Bəli. Ona görə mən bu İranla bağlı məsələdə İran siyasətində dəyişiklik eləməyimiz lazımdır. Bizim nümayəndələr getdilər, İranda danışdılar. Heç gəlib bura ayaq çatmamış, onlar orada başladılar artıq fərqli mahnılar oxumağa. Azərbaycana qarşı irtibat edirlər, təhqirlər falan. İndi də yenə də eyni şeylər davam edirlər. Mən hesab edirəm ki, ən azından hakimiyyətin indi Türkiyənin bir yerdə nə bir altyapıda nə işləyəcəklər falan öz yerində, amma Azərbaycanda burada, Quzey Azərbaycanda bütün ictimai təşkilatlar, siyasi partiyalar ki, adına əgər Azərbaycan filan partiyası qoyursa, ya qoymalıdır Şimali Azərbaycan filan partiyası,
Yox, əgər Azərbaycan filan partiyası qurubsa, Güneyli, Quzeyli bütün Azərbaycana sahib çıxmamız lazımdır. Qeyri-hökumət təşkilatları oradan siyasi məhbuslar vardı orada. Yüzlərlə evin zindanlarında çürüdürlər. Onların siyasətini Avropa şurasına verməlidir. Burada grant alıb 5-ci kolonluq eləyib, burada Azərbaycana qarşı döyüşən adamları siyasi məhbus kimi Avropa şurasına başqa yerlərdə verməklə məşğul olmamalıdırlar. Bütün partiyalarda eynən dediyim kimi Güney Azərbaycana sahib çıxmalıdır. Çünki mən hesab edirəm ki, Azərbaycanın belə demək olmaz Milli Azad Hərəkatının Quzey Milli Azad Hərəkatı ya Güney Milli Azad Hərəkatı. Azərbaycan Milli Azad Hərəkatı vardı. Bunun Quzeydə nəticələri vardı. Güneydə də nəticələrini almalıyıq. Çünki Azərbaycan üçün ədalətli status quo, tarixi, coğrafi arasında bütöv Azərbaycandır. Kim nə deyirsə desin. Başqa forma, orada Azərbaycan türklərinin Güney Azərbaycanda 40 milyon bizim soydaşımızın öz ərazilərində azad və müstəqil yaşamasına imkan verməyəcəkdir. Müxtəlif modellər təklif eləsələr də, müxtəlif orada mahiyyəti saxlayıb formanı dəyişsələr də, o mənada Azərbaycan dövlətimiz bütün hadisələrə, bütün hallara hazır olmalıdır. Və mən bir dənə analoji deyim. İkinci Dünya Savaşından sonra, Yalta konferansından sonra da gerək ki, artıq Təbrizdə Azərbaycan qoşunları 412-cü bizim diviziya daxil olmuşdu. SSR onda müdaxilə eləmişdi. Amma bir də qəfil bir şey baş vermişdi. Və orada Pişəvər hakimiyyəti, orada yarımı məsələləri baş tutdu. Mən hesab edirəm ki, force major vəziyyətlərə də hazır olmaq lazımdır. Əgər Güney Azərbaycanda, İranda bir şeylər baş verərsə, Azərbaycan bütün hallarda hər vəziyyətdə, hər məsələyə, hər resursuyla, indi mən biraz üstü-örtülü deyirəm, hər resursuyla da hazır olmalı. Deməli, Türkiyə Cumhuriyyətinin də ritorikası olduqca diqqət çəkir, maraqlıdır. Mən əminəm ki, sizin də diqqətinizdən yayınmır. Misal üçün, bir neçə həftə öncə hörmətli Hakan Fidanın İranla bağlı səsləndirdiyi fikirlər çox kritik idi. Çünki Hakan Fidan sıradan bir məmur deyil. Hakan Fidan uzun illər MİT kimi strateji bir quruma başkanlıq eləmiş şəxsdir. Dərin dövlətdə, alt qatlarda nələrin müzakirə edildiyini bilən, müzakirə edən tərəflərdən biridir. Onun İranla bağlı fikirləri təbii ki, İranı narahat etməmiş deyil. Ancaq hər şey bununla yekunlaşmadı. Cənab Ərdoğanın Çanaqqaledə İranla bağlı, Təbrizlə bağlı vermiş olduğu türk mesajı onları daha da narahat etdi. Bax, Cənab Ərdoğanla Hakan Fidanın bu aradakı bir 2-3 həftəlik fasilələrlə səsləndirmiş olduğu fikirlər özündə nələri ehtiva edir Fərəc bəy? Güman edirəm ki, artıq Türkiyənin vizyonunda fərqli bir İrana yaxınlaşma vizyonu var, fərqli bir yaxınlaşma vizyonu vardır və Azərbaycan türkləri amili ciddi şəkildə nəzərə alınıbdır və bu yeni dünya düzəninin ki, qurulmasında Türkiyə hələ lap üzdə görünməsə də altyapıda artıq ciddi güclərlə, böyük güclərlə danışıqlardadır və ona rollar ayrılıbdır, xüsusən Qafqazlarda, Yaxın Şərqdə, Orta Şərqdə və Türkiyə bu ifadələri sıradan belə ifadə kimi işlətmir. Yəni, onlar başa düşürlər ki, dəyişikliklər baş verəcək bilər və bu dəyişikliklər baş verəndə də müəyyən addımlar atılmalıdır, bunun üçün hazırlıq görülməlidir. Məsələn, Suriyanla bağlı uzun müddət proseslər gedirdi, amma heç kimin ağlına gəlmir ki, qəfil bir neçə gün ərzində artıq hərəkətlənmə olacaqdır və Suriyada tamamilə Türkiyə bağlı olan qüvvələr iş başına gələcəkdir, Türkiyənin orada hərbi bazası olacaqdır, Türkiyənin orada zərər verə biləcək, əziyyət verə biləcək, orada PKK olsun, PYD olsun, başqaları olsun, o qüvvələr əziləcək və bu baş verdi. Yəni, bu günləri İranda baş verəcək hadisə baş verir, amma sonu nə olacaq? Sonunda Türkiyənin yeri nə olacaq? Bu da mühümdür. Bir başqa faktor da var ki, məsələn, bugün hörmətli Hakan Fidan olsun, Cənab Ərdoğan olsun, Azərbaycan türklərindən, Təbrizlə bağlı necə rahatça, könüllə danışırsa, rahat məsələdir. Biz də Türkiyənin bu günləri iç işi ilə bağlı danışanda öz ölkəmizin iç işi kimi danışırıq. Narahatlığını öz narahatlığımız kimi qəbul edirik. Neçə illər öncə mən Dünya Azərbaycan Konqresinin rəhbərliyində təmsil olurdum. Biz o vaxtları çalışırdıq ki, Türkiyə diasporasından Azərbaycan diasporası xaricdə əməkdaşlıq, yaxınlıq eləsin. Məsafə var idi. Amma şükürlər olsun, bugün artıq bütün proseslərdə o diasporalar bir yerdə çalışırlar, davranırlar. Bugün də Türk dünyasının aparıcı lider dövləti olan Türkiyə və yaxud da Azərbaycanın TDT-nin məhvərində olan bu iki dövlətin xarici siyasəti, müdafiə siyasəti əgər uzlaşdırılıbsa, bir vahid siyasət kimi yürüdülürsə, onda burada çox ciddi element olan Güney Azərbaycan türklərinin davranış modeli. Təkcə onlar söhbət istifadə eləməkdən getmir, onu meydana çağır falan.
həm də onlara sahib çıxmaq, sahiblənmək məsələsində təbii ki, Türkiyənin sözü yetərlidir, haqqı var, ərki var, eləməlidir. Sabahları Kərkükdə, Kıbrısda, başqa yerdə, Uyğuristanda bir hadisə baş verəndə biz səsimizi qaldırmalı deyilmi? Qaldırmalı Türk qardaşlarımızdır. Onlar da Güney Azərbaycanda, Təbrizdə, başqa yerlərdə Azərbaycan türklərinə qarşı Bayaq Xameneyi verib ifadə işlədibdir. Kimsə başqa cür davranarsa, o davranışın qabağına da ona uyğun olan, cavabı olan davranışı görəcəyini bilməlidir. Həm də indi siz bayaq dediniz ki, o İran ki, Türkiyənin adını çəkir. Bu məqamları da nəzərdə alıb həm də Türkiyənin adını çəkir. Fikirləşir ki, bir halda, bir vəziyyət gəlib çıxa bilər ki, onlar oradakı Azərbaycan türklərinə qarşı kobud, beynəlxalq hüququ pozan davranışlar eləyəndə Türkiyə onların qolundan, əlindən tutub yerində otuzdurmaq kimi bir qərar verərsə, indidən profilaktik bir davranış ortamını bunu səsləndirə bilirlər. O mənada mən hörmətli Hakan Fidanın və Cənab Ərdoğanın ifadələrinin yerində olan, vaxtında olan ifadələr kimi qəbul edirəm və kimsə bunu Azərbaycanın, Güney Azərbaycanın daxili işinə, o millətin daxilişə qarışmaq kimi qəbul etməli deyirlər. Biz bir evin müxtəlif odalarındayıq və orada hər kəsin bizim güclərimizin, dövlət böyüklərimizin söz deməsi, yol göstərməsi, təsir eləməsini alqışlamalıyıq və təqdir layiq hesab eləməliyik. Bu arada qeyd edim ki, əziz tamaşaçılar, suallara da baxıram. Çoxlu suallar var hörmətli Fərəc bəyə. Türkiyədən də tamaşaçılarımız izləyir. Hürşid bəy yazır ki, həmin o Suriyada, Palmiradakı xüsusilə Türkiyənin yaratdığı hərbi bazayla bağlı suallar var və mən bizi izləyən tamaşaçılarımızdan bir daha xahiş edirəm. Yayımda aktiv olun, baxıram, izləyirsiniz, suallarda aktivsiniz. Ancaq yayımı bəyənməyi də unutmayaq. Bu bizim üçün çox vacibdir, əziz dostlar. Bəyənin, şərh yazın. Bəli, Fərəc bəy, yazırlar ki, Türkiyədən izləyicilərimiz, Türkiyənin Suriyada hərbi baza yaratması da İranı ciddi şəkildə narahat edir. Təbii narahat edir. Baxın, indi müxtəlif oyunlar çıxarırlar bunlar. 100 il əvvəl Əbdülhəmidə qarşı bir davranışlar var idi. Bir Sorosçular bir tərəfdən təsir eləmək, o vaxt Sorosçular deyildilər də, qərbə bağlı qüvvələr deyirəm, pul qüvvələri bir tərəfdən təsir edirdilər. Masonlar bir tərəfdən təsir edirdilər. Dindar xət altında bir tərəfdən təsir edirdilər. Cəmiyyəti bölürdülər, parçalayırdılar. Sonunda da onların bir təşkilatı gəldi, tərəqqi təşkilatı idi, nə idi? Gəldilər və Əbdülhəmid o məsələdə zəiflik elədi, hakimiyyəti verdi. Sonradan artıq Yunanlar, Almanlar, Fransızlar Türkiyənin müxtəlif yerlərini aldılar. Bu gün o Palmir məsələsinə gəlirəm. Türkiyədə baş verən hadisələrin 100 il əvvəlki o modelə uyğunluğu vardı. Baxın, davaların xatırlayırsınız, həbsi məsələsi. Düzmü dedim mən onun adını, Soros'a bağlı olan birisi var idi, həbs olundu o. Onun ardınca deməli bir dini davranış qoymaq üçün Davutoğlu çıxdı ortaya, parçalamaq üçün. Onu təşkilatdan qovdular. İndi pul mənbəyi kimi bu günlər deyək ki, İmamoğlu başqaları çıxıb ortaya ki, pulla danışırlar bir xəttinə. Əslində nə eləməklə və PKK da təbii ki, Türkiyənin ilkçi kimi təqdim eləmək üçün Kürtlər məsələsi ortaya atmışdı. Biz nəsəsiz zərərləşdiriblər. Davalar tutulubdur. PKK-nın müraciət olubdur, sahə yer qoymağını artıq məşğuldur. Davutoğlu qovulubdur. Bir element qalmışdı. Əkrəm İmamoğlu'nun davranışları, onlar da sakitləşəcəkdilər. Yəni söhbət Erdoğan söhbəti deyil. Türkiyənin artıq o Osmanlının son dönəmində, Əbdülhəmid dönəmində itirdiklərin ki, bərpa eləməyə başlayıbdı Cənab Erdoğan hakimiyyəti ki, xüsusən Suriya Türkiyənin arxa bağçası sayılar. Ta Afrika qədər nüfuz dairələri itirmişdi, Qafqazlarda itirmişdi. Bunlar ki, bərpa eləmək üçün addım-addım gedir. Çox yaxın zamanlarda biz gördük. Mavi vətəndə məsələləri həll elədi, çox sıxıntılar vardı da, Liviyada, başqa yerlərdə. Deməli, Türkiyənin hətta o mavi vətəndə Ece dənizə sıxmaq istəyirdilər. Bütün bunları görüb bugünkü prosesləri başlayıb. Əslində, söhbət o meydanda hansısa bələdiyyə sədrindən getmir. Burada çox böyük bir savaş var, böyük dava var. Mən hörmətli Tansu xanımın çağrışını da çox alqışlayıram. O dedi ki, böyük o oyunlar gedir, Erdoğanın yanında olun və məsələlər dəstək verir söhbət. Çünki orada söhbət bir Erdoğan İmamoğlu məsələsi deyil. Burada çox böyük bir oyun gedir, böyük dövlətlərin oyunları gedir və indi o bizim Türkiyədən soydaşımız üçün müraciət edildi o hərbi hissələ, bazanla bağlı olaraq da. Türkiyənin haqqıdır bu. Burada yerləşdikcə, möhkəmləndikcə hər şey üstünə gəlməyə çalışır. Süni şəkildə maliyyə krizləri yaratmağa çalışırlar. Düz indi bunu bir zamanının Amerikadan Erdoğan danışıb qaydaya salacaqdı. Məncə artıq bu danışıqlar da başlayıbdı.
artıq müəyyən nəticələr olacaqdır. Çünki Trump da bilir ki, bu bölgədə Türkiyəsiz artıq nə isə əldə mümkün deyil. İstəyir Qaradənizdə olsun, istəyir yaxın Şərqdə olsun, uzaq Şərqdə, Orta Şərqdə olsun, Qafqazlarda olsun, Türkiyə amilini kənara qoymaq mümkün deyil. Test yerində dişə vururlar ki, görək nə qədər zəif etmək mümkündür. Amma mən hesab edirəm ki, Türkiyə kifayət qədər möhkəm dayanıqdır. Həm də İran masa üzərində olduqdan Türkiyə çox ciddi ehtiyacı vardı. Suriyada ilk dəfə etiraf elədi ki, Trump ki, Türkiyə son 1000 ildə arzuladıqlarını Suriyada həyata keçirə bildi və artıq oradakı yönetim Türkiyə bağlıdır. Oradakı proseslər onun xeyrinə işləyir. Hətta o yerə gəldi çıxdı ki, onlar terrora qarşı bircə mübarizə haqqında belə fikirlər səsləndirdilər. Dünənə qədər PYD, PKK-ya 1000 tırlarla silah sursat verirdilər, dəstək verirdilər. Xatırlırsınız siz. Əlbəttə, əlbəttə. Ona böyük hesab kitabda, böyük masada, alt yapıda, arxa qapı diplomatiyasında Türkiyənin rolu müəyyənləşib. Heç kim Türkiyəni sabah meydandan çıxarılacaq güc kimi görməsin. Elə mən buradan o Türkiyədə aldadılmış vətəndaşlara, soydaşlarıma da səslənirəm. Burada Türkiyənin, Türk dünyasının taleyi həll olunan bir məqamda kiminsə çağırışlarına ya bəsit şəkildə inanmaq, ya aldanmaq, ya bir başqa sıxıntılardan, sosial sıxıntılardan gedib bir etiraz etmək olmaz. Bizim Türk millətimiz ac qalar. Biz qarnımızın davasını edən millət deyil. Amma biz dövlətsiz qala bilmərik. Türkiyə dövlətinin yıpranması, digər Türk dövlətlərinin də yıpranmasına səbəb ola bilər. O mənada orada böyük bir savaş gedir. Bəli, Türkiyənin orada o hərbi bazanı yaratması, başqa projelərdən artıq çıxış eləməsi, hər yerə təhsil imkanlarının artması, hətta Avropa İttifaqı artıq NATO'da Amerika Birləşmiş Ştatlarının tərəddüdlərindən sonra təhlükəsizlik baxımından onun böyük güc kimi, aparıcı güc kimi Türkiyəni yanlarında görmək istəyirlər. Daha doğrusu, Türkiyənin yanına qısılmaq istəyirlər. Yanlarında görmək yox. Biz sizinlə keçən dəfə danışdıq, bir ifadə işlətdiniz ki, artıq nə olubdur bu xarici başqanlar özbəkcə danışırlar, türkçə danışırlar. Mən onda bir cavab vermişdim, yenə cavab verirəm ki, Türkiyəmiz, Türk Dövlətlər Təşkilatı möhkəmləndikcə bütün o böyük güclərin liderləri türkçə danışacaqlar. Biz onların türkçə danışdırmaq üçün bugün Türkiyə daxilində sabitliyin olmasında ciddi şəkildə maraqlı olmalıyıq. Bu bir insan taleyi deyil, yenə deyirəm, bir siyasi partiya taleyi deyil, bu bir millətin taleyidir. Son 100 ildə ilk dəfədir ki, Türk əsri yaranıbdır. Türk öz damğasını geopolitikada aparıcı qüvvə ki, vurma imkanları yarananda ona mane olmağa çalışacaqlar. Kənarı başa düşdü, mübarizəmiz aparacaq. Daxildən isə mane olmaq lazım deyil. Aydındır, hörmətli Fərəc bəy, sizə təşəkkürümüzü bildiririk.